Birinci sual. Deməli, qəbul 2024-də baxırıq. Birinci qrup yay imtahanında. Birinci sual. 6-dan B-yə kosinus kvadrat x dx, B-dən 6-ya sinus kvadrat x dx, 2/6 bərabərlə B-ni tapın. İntegraldır. 6-dan B-yə verir, B-dən 6-ya. Onda bunları birləşdirə bilərik. Yəni bu şəkildə yaza bilərik. 6-dan B-yə kosinus kvadrat x çıxılsın. Əvvəl bura keçirək. B-dən 6-ya sinus kvadrat x dx bərabər 2/6. Burada bu 6-dan B-yə qalsın da belə. Kosinus kvadrat x. B-dən 6-nın yerini dəyişək sərhədlərin. Onda olacaq plus 6-dan B-yə sinus kvadrat x dx bərabər 2/6. Onda bir integral altında yaza bilərik. 6-dan B-yə kosinus kvadrat x üstəgəl sinus kvadrat x dx bərabər 2/6. Da 1 eləyir. 6-dan B-yə 1 dx bərabər 2/6. Buradan da bir integral x-dir. X 6-dan B-yə bərabər 2/6. X-in yerinə B qoysaq B -6. Bir də 6 qoyuruq. Bərabər 2/6. Onda B bərabər olacaq 8/6. Yəni E bəndi. İkinci sual. Deməli, kəsr hissəsi ilə ədədin əksi olan ədədin hasilini soruşur. Bu ədədi baxaq öncə. Tam hissə lazımdır bizə. Kök altı 15. 2 kök altı 3. 2 içəri atsaq, edəcək kök altı 12. Kök altı 15 təqribi 3. Yəni hər ikisinin tam hissəsi 3'dür zaten. Məsələn 3/6 götürsən. Nə bilim, kök altı 12'nin 3/3 götürsək 0 tam. Yəni mənə bu lazım idi ki, tam hissə 0'dır. Tam hissə 0-dırsa, onda kəsr hissə ədədin özü olacaq. Yəni kök altı 15 əsasən 2 kök altı 3 özü olur. Kəsr hissəsi ilə bu ədədin əksi olan ədəd. Bu ədədin əksinin qarşısına mənfi qoyaq. Kök altı 15 əsasən 2 kök altı 3 vurulsun kəsr hissə. Kök altı 15 əsasən 2 kök altı 3. Belə. Bunu da sadələşdirək. Lap belə yazaq. Kök altı 15 çıx 2 kök altı 3'ün kvadratı olacaq. Bərabər. Mənfi 15. Bunların hasil eləyəcək 4 kök altı 45. Üstəgəl 12. Bunu da sadələşdirsən mənfi 27 çıxılsın 4 vurulsun 45. 9 vur 5 yazsaq 3 kökdə 5. Yəni olacaq 12 kökdə 5 çıxılsın 27. Onda B variantı olmuş olacaq. Cavab B. Üçüncü sual. Tənliyinin böyük kökünü tapın. Burada belə eləyək. Əvəz etməyini eləyək də. Kök altda 5 çıxılsın 2 kök altda 6 üstü x-a t əvəzləməsi aparaq. Olacaq t üstə gəl 1 böl t bərabər 10. Bunu da sadələşdirsək t kvadrat çıx 10t üstə gəl 1 bərabər 0. 196 edir. Onda t1 bərabərdir 10 plus kök altda 96 4 kökdə 6'dır. Bölünsün 2. Bərabərdir 5 plus 2 kök altda 6. Bir bu olacaq.
Diğeri də T2 bərabərdir. 5 çıxılsın. Aha. 2 kök altına 6 olacaq. Gətirək əvəzini də yerinə. Deməli, əvəzləmədə gətirib yerinə qoysaq, kök altda 5 çıx 2 kök altda 6 üstü x. 5 plus 2 kökdə 6 əslində 1 böl 5 çıx 2 kökdə 6 deməkdir. Digərində yazaq. Kök altda 5 çıx 2 kökdə 6 üstü x bərabər 5 çıxılsın 2 kökdə 6. Buradan da aydın məsələdir ki, x bərabərdir 2-yə, buradan da x bərabərdir mənfi 2-yə. Bizdən böyük kök soruşur, o da 2 olacaq, yəni C var. 4-cü sual. Artan həndəl silsilənin birinci əddi 2-yə, o zaman yazaq B1 2 olsun. İlk 3 əddinin cəmi, yəni B1, B2, B3 bərabər 26. Olarsa bu silsilənin 4-cü əddini tapın. Yaxşı. Aslında bunların hamısını B1 ilə ifadə edə bilərik. B1 üstə gəl B1 küp üstə gəl B1 küp kvadrat bərabər 26. Bu da B1-lərin yerinə deməli 2 yazsaq 2 B1-i çıxarsın. Yəni 2-ni çıxardırıq. Tamam. 1 üstə gəl 2 üstə gəl 2 kvadrat bərabər 26. Buradan 2 kvadrat üstə gəl 2 üstə gəl 1 bərabərdir. Deməli 13. 2 kvadrat üstə gəl 2 çıx 12 bərabər 0. Burada köklərin məncəmə mənfi 4 hansı mənfi 12. Q1 olacaq mənfi 4. Q2 də 3. Artan dediyinə görə biz 3 götürəcəyik. Deməli B1 2-dir. Onda B2 olacaq 6, B3 olacaq deməli 3-ə vurulanda 18, B4 olacaq 54. Yəni B variantı. 5-ci sual. X plus 1 üstəyən binomun açılışında binomial əmsalların cəmi 128. Binomial əmsalların cəmi bilir ki 2 üstü n-dir. Bərabərdir 128 isə deməli n neçədir? 7-dir. Onda x plus 1 üstü 7 olacaq. Binomun 5-ci əhdini tapın. Hədlər 0-dan başladığına görə deməli 5-ci olacaq kombinezon. Yəni belə 5-ci əhd. Kombinezon 7-dən 4 olacaq. X üstü 7 çıx 4 üstürə görə. Vurulsun 1-dir ikinci əhd. 1 üstü 4 bərabər. 7, 6, 5, 4. 1, 2, 3, 4. Vurulsun x kubu. Vurulsun 1. Evet, bu 1'dir. 2, 3, 6 bunlar 7. 4 der gider. 35 x kubu. Yani E bənd. 6. A və B çoxluları üçün deməli 2 dənə çoxluq verilir. A çoxluğu, B çoxluğu. Kəsişmə 4-dür. A çıx B. A, B fərqi 8 element. A çoxluğun elementləri sayı 824, 12. Yəni B variantı. 7-ci sual. M'in KL kvadratında KP 2PL'dir. O zaman biz buraya yazaq. Bu P ilə X deyək. P ilə X olsa KP 2X olur. Buna X desək buna X desək bura 2X olur. MKP bu bucağı soruşur. Diagonal 1-2 bucağı yarı bölür. 45 dərəcə olacaq. Burada katet hipotenüsün yarısıdır. Bu PL katet hipotenüsün yarısıdır. KP'nin. Deməli onun qarşısında bizə 30'dur. Burası oldu 30. Onda o biri bucağı tapmaq üçün cəmi 45 eləməlidir. Alfa plus 30 45. Alfa da 15 dərəcə olmuş olur. Yəni B variantı. 8-ci sual. Kubun bütün üzlərinə toxunan kürənin səthinin sayəsini kubun yan səthinin sayısına nisbətin. Belə deyək də
Yəni sanki kvadratın xaricinə, daxilinə daha doğrusu çevrə çəkmişik. Yəni biz kürənin böyük dairəsini götürək. Kubun bütün üzərinə toxunun. Kürənin səthinin sahəsi. Kürənin səthinin sahəsi 4πr kvadratıdır. Kubun yan səthi də 4a kvadratıdır. Yəni tərəf A deyək də. O zaman radius tərəfin yarısı olacaq. A bölünsün 2. 4-də buna iştirak edir. Pi r kvadrat. A-nın yerinə biz 2r yazaq. Olacaq 4r kvadrat. Bu da pi bölünsün 4. Yəni C variantı. 9-cu sual. A parametrinin hansı qiymətində ədədlər cütü təyin etdiyini həll olar. Əgər bu yəni həll etsə, deməli x 2m-dir, y də m deməkdir. Aparıb yerinə qoyuruq. 2 vur 2m çıx a vurulsun m bərabərdir 6. X 2m üstəyə 3 vurulsun m bərabərdir 15. Buradan ikinci tənlikdən 5m bərabərdir 15 yazaq, m3 tapaq. M3 tapandan sonra bizdən soruşur A-nı. Tamam. Birinci tənlikdə yerinə qoyaq. 4m 4 vur 3 çıxılsın 3a bərabərdir 6. 18 bərabərdir 3a. Yox, 6 bərabərdir 3a. A bərabərdir 2. Deməli, cavab A variantı olacaq. 10-cu sual. B parametrinin hansı qiymətlə parabolanın təpə nöqtəsinin absisi 1-ə bərabər olar? Təpə nöqtəsinin absisinin üstürü mx deyək. Mənfi B bölünsün 2a-dır. Bu bərabərdir 1-ə. Mənfi B-ni yerinə elə B yazırıq. 2 vurulsun mənfi 1. Bərabərdir 1-ə. B bərabərdir 2-yə. Yəni, burada da cavab E variantı. 11-ci sual. Limiti hesablayaq. Limiti kökün altına yaza bilərik. Kök altında limit en yaxınlaşır sonsuzluq 25n bölünsün 36 üstə gəl kök altında 15n. Burada kəsrin sürət məxrəcini n-ə bölə bilərik. N-ə bölsək 25 36 bölən üstə gəl burada n kvadrat kök altında deməli n-ə bölsək. Kök altında 15 bölən. Bu burada yəqin ki qoymam bunu düzəldim. Bu 36n olacaq. Çox güman ki bu n 36n'dir. 36n. Daha doğrusu 36n'dir. İndi biz bunu n-ə bölək limit en yaxınlaşır sonsuzluq 25 bölünsün 36 plus kök altında 15 bölünsün n bərabərdir. 15 bölən 0-a gedir, 0 olur. Qalır buradan kök altında 25 bölü 36 birisi bərabərdir 6'da 5. Yəni E variantı. 12-ci sual. Tənliyin köklərinin cəmini tapın. Burada modulu bir müsbət bir mənfi açmalıyıq. Bunun üçün şərt qoyuruq. Birinci al. X plus 1 deyək ki 0-dan böyükdür. Ya da böyük bərabər fərq yoxdur. X kvadrat üstəyə 2x çıxılsın 3 x plus 1 üstəyə 3 bərabər 0. Bunu həll edirik. Çıxılsın 3x çıx 3 plus 3 bərabər 0. X kvadrat çıx x bərabər 0. X çıx 1 bərabər 0. X1 0 x2 1. Şərtdə yerinə qoysaq 0 qoysaq müsbət alınır. 1 də qoysaq müsbət alınır. Deməli bu doğrudur. Bunlar kökdür. Keçək ikinci variantı. X plus 1 kiçik 0 qəbul edirik. Və modulu açaq. X kvadrat üstə 2x üstə olacaq. 3x plus 1 plus 3 bərabər 0. X kvadrat deməli plus 2x
plus 3x plus 3 beraber 0. X kvadrat plus 5x plus 3 beraberdir 0'a. Burada da köklərinin cəmi tapa bilərik. Elə x2 deyək. Ya x3 artıq 3-cü kökdür. 3 ilə 4-cü köklər. Cəmi -5'dir. Yuxarıda da 0 ilə 1 var. 0, 1, bir də -5. Toplasaq verəcək -4. Yəni burada həqiqi köklərdən söhbət getmir. Ona görə cavab -4. 13-cü sual. 2 və 4 əllə düz mütənasib olan iki ədədin cəmi, yəni 2x, 4x yazaq, bərabər 18, 6x, 18. Buradan x bərabər 3 edir. Deməli, ədədin biri 6-dır, 3, 4, 12-dir. Bunların da hasili 72 edəcək, yəni D variantı. 14-cü sual. Vektorlar verib 2 açıq 5 soruşur. Bu da sadə sualdır. Deməli 2A vektorunu öncə tapaq, bərabərdir. 2'ye vuracaq 4, -2, 8. Sonra 5B vektorunu tapaq. 5'e vurarıq 15, 0, -10. Sonra 2A'dan 2A vektorundan 5B vektorunu çıxarıq. 4'ten 15 çıxsaq -11, -2'den 0, -2, 8'den -10, 18. Bu da bizə verir E variantı. 15-ci sual. AB, AC, AD parçaları cüt-cüt perpendikulyardır. Bu olsun A. Cüt-cüt perpendikulyar 3 tane xətt, düz xətt A, B, C, D. AB 6'dır. BD. B ilə D birləşdirək. Deməli, BD. BD 10'dur. 6, 10, bu 8 olacaq. AD 8 olacaq. CD 17'dir. Bunu da birləşdirək. 17'dir. AC'ni soruşur. X burada Pifagor teoremidir. X kvadrat üstə 8'in kvadrat bərabər 17'in kvadratı. X bərabərdir. Təbii ki 15, yəni D. 16-cı sual. Hündürlüyü 7, diagonalı 13 olan düzgün dördbucaqlı prizmanın oturacağını. Deməli, bu prizmanın hündürlüyü 7'dir. Diagonalı 13'dür. Düzgün deyirsə, demək, oturacaq kvadratdır. Bu da kvadratın diagonalı olacaq. Bu 7. Bu 13. O zaman kvadratın diagonalını tapa bilərik. D kvadrat. Üstə gəlir 7'nin kvadratı bərabərdir 13'ün kvadratı. Buradan D kvadrat bərabərdir 6 vur 20. Yəni 120. Kvadratın da sahəsi, yəni oturacaq kvadratı da D kvadrat bölünsün 2'dir. Yəni 60 olacaq. Cavab D bəndə. Sonra 17-ci sual. İfadəsinin qiymətini tapın. İfadənin qiymətini tapmamışdan öncə biz dəyişən mümkün qiymətlər çoxluğunu tapaq. 4x 16 böyük bərabər 0 olmalıdır. Yəni kökəlti ifadə. Buradan 4x böyük bərabərdir 16, x böyük bərabərdir 4'dən. Sonra 20 çıx 5x ifadəsi də 0'dan böyük olmalıdır. X kiçik bərabər 4. 4'dən böyük 4'dən kiçik bu ifadəni ödəyən x, yəni qiyməti sadəcə 4'dür. Ona görə aparıb 4 qoyuruq x'in yerinə və hesablayırıq. Bu 0, 0, 14 vur 4, məxrəcdə 4 çıxılsın 2. 14 vur 4 bölünsün 2, bu da 28 edəcək, yəni A variantı. 18-ci sual. Tənliyini həll edin. 1/3'də 1. Gəl bunu çarpaz vuracaq onsuz. 3 sinus x. 2 kosinus x. Sinus x. Bircə 3'də 4. Çarpaz vuraq. Deməli 8 kosinus x, 4 sinus x, 3 kosinus x, 9 sinus x. Sol tərəfə keçirsək, bir tərəfə keçirək. 5 kosinus x,
5 sinüs x bərabər 0. 5'ə bölsək olacaq sinüs x çıxır sinüs x fərqi yoxdur. Fərqi deməli 0'dır. Bu da köməkçi bucaq daxil etsək kök altda 2 sinüs x çıx pi bölü 4 bərabər 0. Kök altda 2 nəzərə almırıq. X çıxılsın pi bölü 4 bərabərdir pi k. Deməli sinüsün 0 düsturu budur. X bərabərdir pi bölü 4 plus pi k olacaq. B bəndi. AC, AB çevrəli çəkilmiş toxunanlardır. Toxunandırsa, onda belə çıxır ki, AC ilə AB birini bərabərdir. Bunu öncə yazırıq. C nöqtəsindən AB-yə çəkilən CM perpendikulyar bu 90 dərəcə. BM 4'dür. Tamam. M 6'dır. Onda belə çıxır ki, AC 10'dur. İndi burada bu düzbucaqlı üçbucağı fikir versək 6'dır. Katet betonus 10'dur. Onda belə çıxır ki, CM 8'dir. Bizdən soruşur CY-nin. CY-nin. Yəni bu hissəni soruşur. Belə yaza bilərik. Bu baxın, bu toxunan M nöqtəsindən toxunan çəkilir. Bir də elə bir kəsən baxın. Bu y-ə x deyək. Toxunanın kvadratı 4'ün kvadratı bərabər x vurulsun cm. Yəni burada yazaq. Nəsə burada elə şey deyək. 8. 16 bərabər 8x, x bərabər 2. Bizdən də CY-ni soruşur. Onda CY olacaq 8 çıx 2 bərabər 6. Yəni C variantı. 20-ci sual. Bərabərsizliyinin tam həllərinin cəmi loqaritmi bərabərsizliyə aid sualdır. A üstü loqaritm A əsasından B-nin B olduğunu bilirik. Bu düsturdan istifadə eləsək 2 üstü loqaritm 2 əsasından x kvadrat eləyəcək. Çıxılsın 2x, çıxılsın 3, kiçik bərabər 0. Buradan isə x-in 0, zaten x loqaritm 2 əsasından x kvadratın x kvadratın onsuz da müsbətdir, amma x-in 0 olmadığını nəzərdə saxlayaq. Bunun kökləri deməli 3 ilə mənfi 1 olacaq. Deməli mənfi 1 və 3. Müsbət, mənfi, müsbət yazsa. Kiçikdir aralıq dediyinə görə mənfi 1. 3 aralığını götürərik. Bizim tam həllərin cəmi soruşur. Deməli mənfi 1, 0'ı nəzərə almırıq. 1, bir də 2 və 3. Bunlar da getdiyinə görə qaldı neçə 5. Deməli A bəndə. 21. Kotangens kvadratı. Kotangens kvadratı alfa nədir? Açılışı. Deməli 1 plus kosinus 2 alfa, bölünsün 1 çıx kosinus 2 alfa. Baxın, bu düsturdan istifadə edirik. Onda olur 1 üstə gəl kosinus 2 alfa. Yəni bunu 2'ye vursam 2'də 3 pi plus 2 alfa olacaq. Burada da 1 çıx kosinus 2'də 3 pi plus 2 alfa. 2'də 3 pi artıq çevirmə düsturudur bildiyimiz kimi. Çevirmə düsturu 2'də 3 pi plus 2 alfa düşdü. 4-cü rüb. 270'in üzərinə gəldi. 4-cü rüb. 4-cü rübdə kosinus. Deməli 4-cü rübdə. 4-cü rübdə kosinus müsbətdir. Müsbətdir. Amma adı dəyişəcək. Çünki 2'də 3 pi ilə çevirirsə ad dəyişməlidir. Yəni kosinus olacaq sinüs. Sinüs 2 alfa. Eyni ilə məxrəcdə 1 çıx sinüs 2 alfa olur. Sinüs 2 alfanın da qiyməti verilib nə gözəl. 1 üstə gəl 5'də 1, 1 çıx 5'də 1. 5'də 6, 5'də 4. Yəni 6 bölü 4. 2'də 3 E variantı. 22-ci sual. M parametrin hansı qiymətində x bərabər -1 ədədi funksiyanın ekstrem nöqtəsi olar. Ekstrem nöqtəsində törəmə 0'dır. O zaman törəməni tapaq. 3mx kvadrat çıx 6x çıx 12 bərabər 0. Törəmə 0. X də -1'dir. O zaman x'in yerinə -1 yazsaq 3m bərabərdir 6, m bərabərdir 2 alarıq. Yəni D variantı. 23-cü sual. Çoxhəllisinin qruplara ayrılışı verilib. B çoxhəllisinin əmsallarının cəmi soruşur.
Bunun çoxlu yolları var. Yəni çox üsulları var. Ya belə deyək, məsələn, əgər bunun vuruqlarından biri buradakıdırsa, yəni A kubu plus 3 məsələn, odursa, o zaman onu tam bölünməlidir. Bölək onu bu daxili bölməklə, deməli bölünsün. A kubu plus 3-ə bölək. Digər vuruqları tapaq. Burada qalacaq A kubu. Vursaq A üstü 6 üstü 3A kubu çıxaq. Bunlar gedər. Mənfi 8A kubu. Çıxsın 24. Buradan da çıx 8 alınacaq. 0 tam bölündü. Deməli, digər 2 vuruq. A çıx 2 vurulsun B. Əslində nə idi? A kubu çıx 8-dir. A kubu çıx 8-də vuruqlarını ayıra bilərik. Yəni, kublar düsturu ilə. A çıx 2 A kvadrat plus 2A plus 4. Və salam. Buradan artıq A çıx 2-ləri silsək, B'miz qalacaq. A kvadrat plus 2A plus 4. Əmsallar cəmri isə A yerinə 1 yazarıq. Bu da eləyər 7. Deməli, 23-cü sual. 24. Loqaritm sualım. P üstü 4. 4'ü qarşı keçirə bilək. 4'də 1 loqaritm P əsasından AB bərabər 6. Burada da 4'də 1 loqaritm P əsasından A bölü B bərabər 2. Sistem quraq. Hər zaman 4'ə vursaq, bu P, AB, P əsasından AB-nin də vurmadır. Yəni, onu cəm şəklində yazaq. Loqaritm P əsasından A üstəgəl loqaritm P əsasından B bərabərdir 24. Bunda bölmədə çıxma kimi yazılır. P əsasından A çıxsın loqaritm P əsasından B bərabərdir 8. Hərdən 4'ə vurduğumuza görə. Alt-alta toplasaq, bir də toplayıb çıxaq da. Onda olacaq 2 loqaritm P əsasından A bərabərdir 32. Çıxanda 2 loqaritm P əsasından B bərabərdir 16. Onda P əsasından A nədir 16. P əsasından B nədir 8. Bizdən də P əsasından A-nı P əsasından B-yə bölməyimizi istəyir. O zaman cavab 2 olar. 25-ci sual. Deməli, BAC bu cavab biz alfa deyək. BCD də olsun alfa. Bu B bucağına da beta deyək. Fikir versək, ABC üçbucağında alfa və beta bucaqları var. Deməli, ABC üçbucağı ilə BDC üçbucağı oxşar olur. Baxaq nə verib. AD-ni 7 verib, BD-ni 9 verib, BC-ni soruşur. BC bu üçüncü olmayan bucaq yazmamışıq da naməlum odur. Burada da bu bucaqdır. X-in, BDC-dəki X-in, ABC-dəki bu üçüncü bucağın qarşısı 16-dır, bərabərdir. Alfanın qarşısı 9-un, alfanın qarşısı X-ə. X kvadrat bərabər 9 vur 16, X bərabər 3 vur 4, yəni 12 oldu bunda cavabı. Gəldi 26-cı suala. MKP 42-dir. PK tənböləndir. MP-nin. Yaxşı. O zaman bunlar bərabərdir deməkdir. Bu 42 olduğuna görə çarpaz. Bu da 42-dir. Yaxşı. MP Y-dən 42 edir. Deməli 84. Biz MPY-ni tapaq. MPY bərabərdir 180 çıx 84. Bu da eləyir 96. MPK. MPK-nı da 42 tapmışıq. 96-dan da 42 çıxsaq 54 dərəcə olacaq. $27-ci sual biz hər birini açdım mən burada. Deməli AB-ni açdıq. Birincidə A6 B5 tapdıq. İkincidə də açanda A7 B6 tapdıq. Üçüncüdə A2 B5 və yerinə qoyduq. 1-ə Y uyğun gəldi. Deməli A ilə B-nicə 6 ilə 5 11 eləyir. 2-yə A uyğun gəldi. 7 ilə 6-nı cəmi 13 eləyir. 3-də C D oldu. C variantı A üstəgəl B, yəni 2 ilə 5-in cəmi 7 eləyir. Fərqi 3 eləyir. C və D variantları. 28. ABC'li trapez sensində AC diaqonalı BAD-nin tənbölənidir. Yaxşı.
Bu alfa deyək bunlara. Çarpaz ona görə bu da alfa. Onda AB ilə BC bərabər olmuş oldu. Bu 8, bu da 8. Nisbət verilib, adiyent soruşur. Buna da x deyim. Bu ABCD trapesiyanın hündürlüyü. ABC üçbucağına eğer biz BC tərəfinin hündürlüyü çəksək, bu tərəfdən bu kənarda olacaq hündürlük uzantısına. Bu da h olmuş olacaq. Yəni ABC üçbucağının sahəsi üçün hündürlük 2'də 1 AH yazaq. Trapesiyanın sahəsi üçün də nə yazaq burada? X deyil, hə. X üstəgəl 8 böl 2 vur h yazaq. Buradan bu h'lar x-ə gedir. 2'də 1 A elə 8-dir də üçbucaqda. Bu da 2'də 1 x bölü 8'dir. Bərabər 5'də 2. Buradan da 2'də 1'ləri silək və çarpaz bıraq. 2x deyil 16 bərabər 40. 2x bərabərdir 24. X bərabərdir 12. 29-cu sual. Eyni zamanda fırladılan iki çarxın oxlarının dayanacağı kanaldakı ədədlərinin cəminin tək ədəd olması. Yəni bu çarxdakı ədədlə bu çarxdakı ikinci çarxdakı ədədin cəmi tək olmalıdır. Tək olması üçün təbii ki biri tək, biri cüt olmalıdır. O zaman deyək ki birincidə cüt gəlsin, ikincidə tək olsun. Sonra tək gələ bilər. Bunda ikincidə cüt gəlməlidir. Yəni bu variantda olmalıdır. Ya belə, ya belə. Birincidə cüt gəlmə ehtimalı nədir? Birincidə 8 ədəd var. 8. Cüt ədədlərin sayı 1, 2, 3. 8-də 3. İkincidə tək ədəd gəlməz. Eyni zamanda olduğu üçün vuracaq. 5 ədəddir. Tək olmada bir dənədir. 5'də 1. Bu da elədir. 40'da 3. İkinci hal. Ya da ki, burada tək ədəd olsun. Burada tək ədəd gəlmə ehtimalı 8'də 5'dir. 5 dənəsi təkdir. İkincidə 5'də 4 olacaq. Ki 4 dənə cütdür, cüt gəlməyir. Deyəcək 40'da 20. Bunlar uyuşmayan hadisələr deyək. Yəni P1 və ya P2 olmalıdır. Ona görə toplayırıq bunları. 40'da 3 üstəgəl 40'da 2. Bu deyil. 40'da 20. Hə, 40'da 23 olacaq. Və son sual ispat sualıdır. ABCD dördbucaqlısında burada şəkil verilibdir. Bu şəkili qur. Şəkil bu formada verilibdir. İspat ilə ki ABY CDF üçbucaqlar kongruentdir, bərabərdir. Əslində burada verilənə görə parallelogram demiyorlar ya da ki belə də demiyorlar. Burada ABC üçbucağı ilə bax diqqətlə baxsaq ABC üçbucağı ilə ACD üçbucağı kongruent olur, bərabər olur. Çünki ABC deyə bərabərdir, BC AD-yə bərabərdir, ACD ortaqdır, onda bunlar kongruentdir. Bunlar kongruentsə demək bucaqlar bərabər. Yəni bucaq B ilə bucaq D bərabər olmalıdır. Bunları alfa yazaq. İndi gəldik bu üçbucaqlara. Bu üçbucaqlar indi ABC ilə dedik, ADC bərabər olduğuna görə eyni üçbucaqlar, üst-üstə düşən üçbucaqlardır. Onda belə çıxır ki, BY ilə FD də bərabərdir. BY ilə FD, ya DF. Fərq yoxdur, DF yazaq. DF verib. DF tərəflər, təmrənlər bərabərdir. Bunlar da nə oldu? Bərabər olmuş oldu. İndi fikir verək bu üçbucaqlara. İki tərəf onlar arasında qalan bucaq. İki tərəf onlar arasında TBT əlamətinə görə bu üçbucaqlar nədir? Kongruentdir. Belə yazmaq olar. Yəni üçbucaq ABY bərabərdir. Kongruentdir. Bərabər üçbucaq CDF TBT əlamətinə görə. İki tərəf onlar arasında qalan bucaq. İki tərəf onlar arasında qalan bucaq. Digər üçbucağın iki tərəf onlar arasında qalan bucağına bərabərdirsə, bunlar kongruentdir. Bu şəkildə yazmaq olar.